Vaxtınız xeyir. Bu gün Azərbaycan dilindən olan suallara baxırıq. Deməli, cümlədəki isimlərin ardıcıllıqla hansı hallarda işləndiyini müəyyənləşdirməliyik. Diqqətlə fikir versəz, bu cümlədə mən əvəzlikdir, bu əvəzlikdir, onun əvəzlikdir, günahlandırmaq feildir, qətiyyən də zərfdir. Bu da feildir. Bir dənə ismimiz məsələdədir. Yəni, burada sözləri görüb aldanmayın. İsm əvəz edən əvəzliklərin hansı hallarda işləndiyinə baxmamalıyıq. Bizə yalnız isim lazımdır. Ona görə də məsələdə sözü yerli halda olduğu üçün cavabımız C variantı olacaq. Bir amonim frazoji birləşmə deyil. Amonim frazoji birləşmə üçün tələb o idi ki, düşündüyüm hər bir mənası məcazi olmalıdır. Və söz verməyin iki mənası var məcazi olaraq. Bir, məsuliyyət alıram boynuma, nə isə edəcəyimə söz verirəm. Bir də ki, hər hansısa bir şəxsə danışması üçün icazə verirəm və məcazi məna daşıyır. Başa vurmaq, qurtarmaq mənası bildirir. Digər bir mənası isə etdiyim yaxşılığı sözlə, yəni onun üzünə vururam ki, mən sənə bunu etmişəm. Deməli, məcazi məna daşıyır. Ürəyə getmək, birindən xoşu gəlmək dəhşətli dərəcədə, bir də ürəyə getmək, yəni huşunu itirmək mənası ifadə edir. Burnun ucu göynəmək isə bir mənası həqiqi, bir mənası məcazidir. Məcazi mənada darıxmaq mənasını bildirir. Həqiqi mənada isə yəni soyuqdan insanın burnun ucu göynəməsi mümkün haldır və bu bir həqiqi məna daşıdığı üçün amonim olmayacaq. Cavab D-dir. Fonetik təhlillə bağlı yanlış fikir seçirik. Birinci, ilk öncə bu sözlərin düzgün tələffüz formasını qeyd etmək lazımdır. Sənət, çarıqla kimi tələffüz olunur. Və yazılışda baxmalı olduğumuz məqamlar, ahəng qanunu, hecə, vurğudur. Yerdə qalan hər bir məsələ tələffüz üzərində incələnir. Ahəng qanuna tabe deyil. Baxıram ki, bəli, tabe deyil. Vurğu sonuncu C-yə düşür. La şəkilçisi zərf düzəldən şəkilçidir və o vurğu qəbul etmir. Sənətkarlıqla və vurğumuz bu lığın üzərindədir. Yəni cavab B olacaq, amma digərlərini də nəzərdən keçirək. Cincirdə samitlər kar samitlərdən bir vahid çoxdur. 1, 2, 3, 4, 5. 5 dənə cinciltili var. 1, 2, 3, 4 dənə də kar var. Həqiqətən də cinciltili kardan çoxdur. Sözdə C samitinin kar qarşılıq işlənibdir. Bəli, qarşılıq K-dır və o da sözdə işlənibdir. Aparmaram sözünün təhlilinə baxmalıyıq indi. Düzgün tərkibinə görə təhlil apar, mı inkar, ar qeyri-qəti gələcək. Bu da şəxs onluğudur. Yəni 3 dənə qrammatik şəkilçi var. Dost sözün kökü, luq, bu uyğun gəlmədi. Ağla kök, mı təkcə inkar, qeyri-qəti gələcək, üzr istəyirəm iki zaman. Bu da şəxs onluğu. 3 dənə burada şəkilçi var. Mı, am. Yəni qrammatikdir. Elə cavab B olacaq. Bilmir sözündə bil kökdür. Mı inkardır. Bir də indiki zamandır. Burada 2 dənə qrammatikdir. Yaz kökdür. Leksik şəkilçidir. Ma qrammatikdir. D da qrammatikdir. Burada da yəni ikili qrammatik olduğu üçün uyğun gəlmir. Cavab B olacaq. Mürəkkəb tamamlıq işlənmişdir. Mürəkkəb tamamlıq ifadə olunacaq söz birləşmələri ilə, tərkiblərlə, mürəkkəb adlarına. Nə etmişdi? Gölməçə olmuşdu. Nə olmuşdu? Gölməçə. Hara? Qapının ağzı. Burada mübtəda mürəkkəbdir. Nədir? Mübarəkdir. Nə? Dərsiniz. Hansı dərsiniz? Yeni. Burada yoxdur tamamlıq. Nə etdilər? Qalib seçdilər. Kimi? Mənim dostumu. Nədə? Yarışda. Baxın. Burada mənim dostumu tamamlıqdır və mürəkkəbdir. Çünki söz birləşməsini ifadə olunub. Qorumalıyıq, nə etməliyik? Nəyi? Daha doğrusu haranı? Vətəni. Tamamlıqda amma sadədir, çünki isimlə ifadə olunub. Düzgün cavab C variantı olacaq. Keyfiyyət bildirən sifətin işləndiyi cümlə istəyir. Keyfiyyət bildirən o deməkdir ki, yəni
İnsanın daxilinə məxsus olan müsbət və mənxus xüsusiyyətlər. Bu xarakter ola bilər, bu hər hansısa bir bacarıq ola bilər. Bundan başqa dad bildirən anlayışlar da keyfiyyətə daxildir. Qumral saç rəng bildirir, əlamətdir. Dairəvi forma bildirir, əlamətdir. Duzlu yemək dad bildirir deyə bu keyfiyyət sayılacaq. Cavab elə C-dir. Aydın oldu sənin dediklərin mənə. Burada da ümumiyyətlə sifət yoxdur. Ona görə D-ni də çıxırıq. 7-ci testə baxırıq. Variantların birində bağlayıcı sözləri bir-birinə bağlamışdır. Sözləri bağlasın, cümlələri yox. Mən və bacım imtahana 100 nəticə topladıq ki, mən və bacım. Və burada bağlayıcı da gördüyümüz kimi sözləri bağlayıb. Elə cavab A variantıdır. Günar 5-ci sinifdə oxuyur, amma qardaşı hələ məktəbə getmir. Baxın, bu başqa bir cümlə, bu da digər bir cümlədir. Yəni cümləni bağlayıb, amma bağlayıcısı. Mən çox yorulmuşdum, çünki biz məktəbdə xeyli işləmişdik. Çünki burada cümlə bağlayıb, mən yorulmuşdum. Biz məktəbdə işləmişdik, bu da ayrı bir cümlədir. Gah yağış yağır, gah da gün çıxır, bu da fərqli-fərqli cümlələr olduğu üçün cümlə bağlamışdır. Cavab A olacaq. Keçək növbəti testimizə, 8-ci testə. Uyğunsuzluq hissləri, yəni səhv olanı. Biz mütləq şəkildə saylarla bağlı olan məqamları bilməliyik. Qeyri-müəyyən miqdar saylarından, müəyyən miqdar saylarından və sıra saylarından istifadə olunub. Xeyli əşya, ümumiyyətlə bir sıra bir çox anlayışlar ismi yalnız cəmdə tələb eləyir. Çox-çoxlu, larlı-larca ilə düzələn saylar həm təkdə, həm cəmdə, yerdə qalan qeyri-müəyyənlər isə təkdə tələb edir. Xeyli sözü adını çəkmədiklərim sırasında olduğu üçün ismi təkdə tələb edir. Və qarşısına doğru görsüz yazılıb, deməli bu yanlış deyil. Bir müəyyən miqdar sayıdır. Ümumiyyətlə müəyyən miqdar sayından sonra isim təkdə işlənər, amma burada cəmdə verdiyi üçün yanlışdır. Və bu doğru haldır. Çoxlu insanlar ismi bayaq dediyimiz kimi cəmdə də qəbul edə bilir, təkdə də. Və doğru olduğu üçün qarşısına doğru yazılıb, düzdür. Amma birinci cərgələr sıra sayları ismi cəmdə də qəbul edir, təkdə də. Amma burada qarşısına yanlış yazıldığı üçün yanlışdır. Yəni uyğunsuzluq yaradır. 9-cu testə baxaq. Yanlış fikir istəyir. Gələsiniz lazım şəklidir. Siniz şəxs onluğudur. A arzudur. Və qarşısına lazım yazdığı üçün yanlışdır. Çünki bu arzu şəklindədir. Vacib şəkli malın şəkilçisi var. Bəli. Atın şəxs onluğu ilə düzəlib əmr şəklidir. Görəsiniz siniz şəxs onluğu. Arzudur. Bəli, düz göstərilib. Cavab A variantıdır. Biri mürəkkəb cümlədir. Mürəkkəb cümlə üçün biz bilirik ki, azı 2 qrammatik əsas lazımdır. Qrammatik əsas anlayışı, yəni cümlədə azı 2 dənə mübtədə və xəbər olmalıdır. Mən dərslərimi oxudum, tapşırıqlarımı yazdım. Baxın, burada bir dənə mübtədə var. Mən oxudum, mən yazdım. Deməli, bu sadə cümlədir. Günlər çox incimişdi, ona görə də onlara getmədi. İnciyən də günlardır, getməyən də günlardır. Sadə cümlədir. Böyük tədbir keçirildi, biz orada iştirak edik. Keçirildi nə? Tədbir. İştirak etdik kim? Biz. Baxın, mübtədələr fərqlidir. Deməli, cavab C olacaq. Fərqli-fərqli mübtədələr var. Qardaşım evə gec gəlmişdi, yata bilməmişdi. Yəni, hər ikisi qardaşa məxsus olduğu üçün sadə cümlədir. Mətni yəqin ki, oxunmuşuq. Görək indi mətnlə bağlı suallar nədən ibarətdir? Hansı hissəyə aid edilə bilər, aid deyil? Ömərin əsl xəzinəsinin nə olduğunu anlaması, xəzinənin nə olduğunu anlaması bu son hissədədir. Başa düşdük ki, əsl xəzinə torpağın altında gizlənən qızıllardır. İnsan öz zəhməti ilə ərsəyə gətirdiyi bolluq və bərəkət idi. Yəni, bu əsas hissədə deyil, nəticədədir. Ömərin saralmış kağız tapması, bəli, bunun orada yəni əsas hissədə görür ki, kağız tapır. Sonra torpağı yumşaltması, bəli, bu da əsas hissəyə aiddir. Gözəl meyvələrin yetişməsi, bu da əsas hissəyə aiddir. Bir dənə xəzinənin nə olduğunu anlaması gördüyünüz kimi bu hissədə bildirilibdir və bu da nəticəyə aid. Üzərində rəqəm yazmış sözlərdən biri məcazi mənalıdır. Gəlin baxaq ifadələrə. Məhsulu yığmaq olar, həqiqi mənadır. Daha sonra digər hissələrə bir dənə keçid edək. Üzə çıxsın, baxın, məcazi mənadır. Köhnə sandıq ola bilər. İkinci bir ifadəmiz isə görək hardadır. Xəzinəni tapmaq olar. Amma üzə çıxmaq məcazi məna daşıdığı üçün bu cavab olacaq. Mətnin məzmununa əsasən aşağıdakıları suallardan hansı cavab yoxdur? Ömər xəritəni haradan tapdı?
Ömər xəritəni sandıqdan tapdı, köhnə sandıqdan. Babası Ömərə xəritə haqqında nə dedi? Baxın, deməli, Ömərə babası nə deyir? Deyir ki, bir dəqiqə gəlin diqqət edək bu hissəyə. Sandığına sarmış bir kağız tapdı. Kağız üzərində qəribə xəttlər, işarə vardı. Babasının yanına qaçdı. Baba, bu xəritədir. Bizim bağda xəzinə var. Babası gülümsəyərək eynəyini düzəltdi. Bəli, oğlum. O xəritə bağın ən bərəkətli yerini göstərir. Görürsünüz, yəni babası xəritə haqqında dedikləri məlumatlar burada əks olunubdur. Sonra keçək digər hissəyə baxaq görək. Digər hissədə nə verilibdir? Qeyd edir ki, Ömər bağdan hansı qiymətli daşları tapdı? Deməli, gəlin görək burada nə tapıbdır. Ömər vaxt itirmədən başladı. Hərcümətdən gələn kürəyi əlinə alıb bağı qazıdı. Günlər keçdi, o bağın hər tərəfini alt-üst etdi. Daşları təmizlədi, torpağı yumuşatdı. Lakin nə bir qızıl tapdı, nə də bir gümüş. Baxın, burada görəcəksiniz ki, yəni qiymətli daş tapmayıb. Ona görə də bunun cavabı yoxdur. Bu sualın cavabı. Cavab ona görə C olacaq. Yəni, hər hansısa bir axı qiymətli xəzinə tapmır, hətta o məyus olur, tapa bilmədiyi üçün. Mərkəzdə hansı işarə vardı xəritənin mərkəzində? Burada deyir ki, baxın, mərkəzdə X işarəsi vardı. Gördüyünüz kimi, bu hissədə xəritənin və mərkəzdə böyük bir X işarəsi vardı. Bu da onu göstərir ki, bu sualın cavabı var. Amma qiymətli daşlar barəsində heç bir məlumat yoxdur. Çünki o heç bir şey tapa bilmir. Davam edirik. Mətnin əsas ideyasını müəyyənləşdirməliyik. Köhnə sandıqlar həmişə yoxlamaq lazımdır. Belə bir əsas ideya ola bilməz. Əsl xəzinə hazır tapılan qızıl deyil. Zəhmətlə qazanılan ruzi və bərəkətdir. Baxın, yəni sonda da bunu Ömər başa düşür ki, əsl xəzinə torpağın altında gizlənən qızıl deyil. İnsan öz zəhməti ilə ərsəyə gətirdiyi bolluk və bərəkət idi. Elə bu cavabdır. Babalar nəvələrinə həmişə sirli xəritələr bağışlamışlar. Səhv fikirdir. Bağda işləmək üçün mütləq xəritəyə ehtiyac var. Bu da mətn ideyası ola bilməz. Səhv fikir. Hansı fikri söyləmək olar? O fiziki işdən qorxan və tənbəl bir uşaq idi. Ömər çox səbirli idi, heç vaxt tələsmirdi. Xeyli səbirli deyildi. Ona bu xəritə maraqlı idi, məqsəddən çatmaq üçün zəhmət çəkməyi bacarırdı. Bəli. Ömər xəritənin yanıldığını ilk gündən bilirdi. Bu da səhvdir. Və işdən qorxsaydı əgər o, yəni heç, hər gün məktəbdən gələn kimi torpağı qazıb xəzinə tapmağa, axtarmağa can atmazdı. Yəni, burada cavab C olacaq. Çünki o, xəritə maraqlı idi, məqsədinə çatmaq üçün zəhmət çəkməyi bacaran bir insan idi. Hadisələrin düzgün ardıcıllığını müəyyənləşdirməliyik. Deməli, baxırıq ki, 2 dənə 2 ilə başlayan variant var. Bir dənə 3 ilə, bir dənə 4 ilə. Ömər sandıqdan xəritə tapması. Ömərin bağı hər gün qazıb daşlardan təmizləməsi. Bu olmaz birinci. Babasının Ömərə toxumlar verməsi. Bu da olmaz birinci. Deməli, 2 birinci gələcək. Sonra 1 ilə 2-nin ardıcıllığına, 1 ilə 3-ün ardıcıllığına baxaq, görək hansı ardınca gəlməlidir. Bağda bol məhsulun yetişməsi, Ömər bağı hər gün qazıb daşlardan təmizləməsi. Əlbəttə, birinci ardınca 3 gələcək. Sonra Ömərə toxum verməsi, sonra isə bol məhsulun yetişməsi, deməli cavab A olacaq. Roma rəqəmləri yazmış hansı hissədə abzaslar qasunun cümlə işlənmişdir? Ömər toxumları içdi, bir neçə ay keçdi, bağda gözəl meyvələr dadı tərəvəzə yetişdi ki, bütün kənd ondan danışmağa başladı. Məhsul yığanda Ömər yanına çağırdı. Burada yoxdur, yəni 4 olmayacaq. Digər hissələrə gəlin baxaq. Görək, bəlkə o hissələrdə var uyğun cavablar. Deməli, kəndin kənarında qoca palıd ağacının kölgəsi balaca bir ev vardı. Bu evdə babası ilə birlikdə yaşayan Ömər adlı oğlan vardı. Ömər çox maraqlı uşaq idi, lakin biraz səbirsiz idi. Həmişə qısa yoldan ağır qazanmaq, sayılı bir şey tapmaq arzusunda olurdu. Burada da yoxdur. Babasının köhnə sarılmış kağız tapdı. Xətlər var idi. Qaçdı. Bu xəritədir. Burada da yoxdur. Babası gülümsəyərək dedi. Bəli, oğlum, xəritə ən hərəkəti göstərir. Yerini göstərir. Tapmaq üçün xüsusi xəzinə, pul və digər qiymətli əşyaların saxlanıldığı yerdir. Baxın, bu cümlənin bura aidiyyəti yoxdur. Xəzinə pul və digər qiymətli əşyaların saxlanıldığı yerdir. Burada baba ilə nəvənin söhbətindən, yəni görür ki, danışığından söhbət gedir, amma xəzinənin nə olduğu haqqında məlumat verib, deməli aiddir. 3 yazılan
hissəyə. Bunu da qeyd eləyək. 18 və 19-cu suallar sırf şəkillə əlaqəlidir. Şəkildə gördüyünüz hansı məzrə mətnə əlaqəsiz ziddiyyət təşkil edir? Palıd ağacının olması hər ikisinə var idi. Ömərin çoxlu lacəvaratlara sahib olması bu mətndə öz əksini tapmadığı üçün də cavab B olacaq. Ömər babası ilə bir yerdə yaşayırdı. Bu da doğrudur. Ömərin ən sonunda üzünün gülməsi. Hər ikisində gülür üzü. Mətndə və şəkil əsasında obrazların vəziyyəti ilə bağlı hansı fikir doğrudur? Mətndə Ömər zəhmətin bərəsini gördüyü üçün gülümsüyür. Şəkildə isə o tapdığı qızıllara görə təkəbbürlə oturub, bu düzdür. Hər ikisinin babanın rolu eynidir. O xəzinəni Ömərlə birlikdə xərcləyir, səhvdir. Şəkildə baba obrazı mətndəki hikmətli və razı qalan baba obrazı ilə tamamilə eynidir. Xeyr, o baba burada şəkildə razı qalmadığı görünür. Mətndə Ömər xəzinəni tapmadığı üçün ağlayır, şəkildə qızı tapdığı üçün ağlayır, səhvdir. Deməli, düzgün cavab A-dır ki, orada zəhmətin bərəsini gördüyü üçün gülümsüyür, şəkildə isə tapdığı qızlara görə təkəbbürlə oturubdur. 20-ci suala nəzər yetirək və gün işlənməsi ilə bağlı uyğunluq istəyir. O mənə kitab aldı. Burada vergül yanlış qoyulubdur. Çünki biz qeyd eləmişik ki, o bu mübtəda vəzifəsini işləndə özündən sonra əvəzlik gələrsə vergül olmaz. Bu səhvdir. Qarşısına doğru olduğu üçün götürmürük. Bu gələn qonaqları qarşıladı. Kim? Bu. Gələn də fe'li sifəti. Fe'li sifətdə vergül olar və doğru qoyulduğu halda qarşısına yanlış yazılır. O bahalı hədiyyələri sevir. Kim? O bahalı da sifətdir, vergül olmalıdır. Qarşısına doğru yazıldığı üçün doğrudur. Bu mövzuda danışmaq istəmirəm. Hansı mövzuda? Bu mövzuda vergül olmamalıdır. Cümlə forması düzgün olduğu halda qarşısına yanlış yazıldığı üçün doğrudur. Üzr istəyirəm, yanlışdır. Deməli, cavab C olacaq. Niyə? Vergül qoyulmalıdır, qoyulur və qarşısına doğru yazılıb. Ona görə doğrudur.